ATƏT bilirsiniz, təfərrüatlı şəkildə hər bir istiqamətdə konsepsiyaya uyğun olaraq addımlar atır. Biz burada bir təşkilatıq. Təməllərimiz də prinsiplər əsasında qurulmuşdur. Bu prinsipləri mən az öncə bildirdim. Təbii ki, bu hərbi təşkilat deyil. Təhlükəsizlik təşkilatı deyəndə burada hərbi demək istəmirəm. Bu təhlükəsizlikdir. Yəni, biz sadəcə olaraq təhlükəsizliyin təminatını qarşılıqlı diplomatiya yolu ilə saxlamağa çalışırıq. Xüsusi olaraq 50 il əvvəl buna əsası qoyulanda onun məqsədi iki şeydir. Və silahlara nəzarət və silahsızlaşma. Digər təhlükəsizliyinin digər iki aspekti də iqtisadi və ətraf mühit məsələləridir və eyni zamanda və insan hüquqlarıdır. Bunlar hələ də ATƏT təşkilatının təməlini təşkil etməkdədir. Yeni təhlükəsizlik arxitekturası təbii ki, ATƏT-in ümumi coğrafiyası təbii ki, Avropa coğrafiyası deməyəcəm. Bu, çünki bizim coğrafiyadan kənara çıxır bu. İştirak edən dövlətlər mütləq şəkildə başa düşməlidirlər ki, biz bu müzakirələrə başladıq, amma səhv istiqamətə gedə bildik. Amma məsələ ondan ibarətdir ki, Avropanın mərkəzində biz necə gələcək təhdidlərin qarşısını necə ala bilərik? Bu, ATƏT-in roludur ki, burada sülh və təhlükəsizlik gələcək üçün təmin edə bilsin. Mən də bir-iki fikrimi əlavə etmək istərdim sizin sualınıza uyğun olaraq. Cənab Başkatib çox düzgün qiymətləndirdi. Ümumilikdə təşkilatın adından da göründüyü kimi təşkilat Avropada da təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır və təhlükəsizlik olmayan bir yerdə əməkdaşlığı da qurmaq olduqca çətindir. Bazı prinsipləri, təsis sənədləri, konsepsiya, bunlar hamısı mövcuddur. Ancaq bugünkü mövcud olan ağır beynəlxalq vəziyyət, qarşılıqlı inamsızlıq, davam edən hərbi münaqişələr, beynəlxalq səviyyədə parçalanma, bloklanma və bir sıra digər negativ trendləri nəzərə alaraq ATƏT-in unikallığı o cümlədən ondan ibarətdir ki, bir sıra digər təşkilatlardan fərqli olaraq burada böyük bir coğrafiyanı əhatə edən və baxışlarından bir-birinin xarici siyasət yanaşmalarını bölüşüb və bölüşməyən, hətta düşmən, nəinki rəqib, düşmən bugünləri mövqeydə olan ölkələr eyni çətir altında, eyni təşkilatda bugünləri təşkilatın üzvləridirlər. Və istənilən halda nə qədər çətin olursa olsun, diplomatiyanın işi çərçivə və platformanın yaradılması və hansı dialoq formatının təsis edilməsindən və onun saxlanmasından ibarətdir. Çünki ən çətin məqamlarda belə, hətta hərbi münaqişələr davam edəndə belə heç bir hərbi münaqişə bu sonsuz deyil. Bunun gec-tez sonu olacaq. Bunun qarşısını almaq təbii ki, ən ündə məsələdir, ancaq o cümlədən platformalar olmalıdır ki, bu münaqişənin sona çatdırılması, bu münaqişə sona çatanda orada olan açıq məsələləri müzakirə etmək üçün, onun həll yollarını tapmaq üçün mövcud platformalar önəmlidir və hesab edirik ki, bu baxımdan ATƏT-in
indi olan imkanları və gələcəkdə də buna ehtiyac çox olacaqdır. Bizim məsələmizə gəldikdə, məhz Cənubi Qafqaz, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə, hesab edirəm ki, artıq münaqişəni keçmişdə qalmasına nəzərə alaraq, hal-hazırda bərpa quruculuq işləri prosesində burada ATƏT-in rolu ola bilər. Biz bu rolu görürük. Bu günləri bu istiqamətdə fikir mübadilələri aparıldı və hesab edirik ki, o cümlədən bu mövzu ilə bağlı çox müsbət bir gündəlik ətrafında Azərbaycan, ATƏT işbirliyi formalaşa bilər və biz təbii olaraq səmimi arzumuz ondan ibarətdir ki, bütün geniş ATƏT coğrafiyasında çox istərdik ki, təşkilatın rolu daha çox müsbət istiqamətində, münaqişələr kontekstində deyil, əməkdaşlıq və gələcək normallaşma layihələrinə yönəlsin. Növbəti sual APTV. Buyurun. Cənab Nazir, Cənab Baş Katib, hər birinizi salamlayıram. Qədri Nuray, APTV. Mənim sualım ATƏT-in baş katibi cənab Firidun Sınırlıoğlunadır. Post-münaqişə sülh təhdidləri Azərbaycanda və bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşmasına başlıca əngəl olmaqda davam eləyir. 2020-ci il müharibəsindən sonra 400-ə yaxın Azərbaycanlı mina qurbanı olub. ATƏT bugünə qədər mina probleminin aradan qaldırılması istiqamətində hansı işləri görüb və bundan sonra Azərbaycana bu istiqamətdə yardım üçün nə edilə bilər? Çox sağ olun. Bu zəruri və vacib nöqtəyə toxundunuz. Təbii ki, bizim bu barədə təcrübəmiz var və praktikamız var. Biz buraya minaların təmizləməsinə töhfə verməyə hazırıq. Azərbaycanda, Ermənistan sərhəd ərazilərində bu işləri görməyə hazırıq. Əgər iki tərəf istəsə bunu təbii ki. Amma bu elə bir təşkilatdır ki, bu üzv olan təşkilatlara biz aidik. Biz onların xidmət göstəririk. Əgər Ermənistan və Azərbaycana iştirak edən dövlətlər kimi dəstək veririk, onlar bizə müraciət edib və xidmətlərimizi istəsələr, təbii ki, bizim xüsusi alətlər qutumuz var bunun üçün və bunun üçün kömək göstərməyə və dəstək verməyə hazırıq. Təşəkkür edirik. Thank you. Sual almaq istərdik. Oxud TV. Cənab Nazir, Cənab Baş Katib, salamlayıram sizə, hər vaxtınız xeyir olsun. Cənab Nazir, sualım sizə olacaq. Belə ki, Avropa və Asiyanın strateji qovşağında yerləşən, eləcə də Çin, Rusiya, İran və Türkiyə kimi böyük bazarların kəsişməsində yerləşən Bakı limanının Avrasiyanın aparıcı logistik və ticarət mərkəzinə çevrilməsi istiqamətində işlər aparılır. Bu istiqamətdə həmçinin yaşıl liman konsepsiyasının tətbiq edilməsi istiqamətində də işlər görülür. Bəs ATƏT-in bu prosesdə mümkün rolu müzakirə edilirmi? Təşəkkür edirəm. Bəli, sualınıza cavab olaraq onu qeyd etmək istərdim ki, ümumilikdə bağlantılar istiqaməti, nəqliyyat, logistika sahəsində ölkəmizdə gedən işlər, ATƏT-in potensial bu layihələrdə iştirak mövzusu bu günləri aramızda cənab Baş Katiblə müzakirə edilmişdir. Bu mövzu Azərbaycan ATƏT danışıqlarında yeni mövzu deyil. Bundan öncə də bir neçə dəfə biz bu mövzunu müzakirə etmişik. Burada siz tamamilə düzgün qeyd etdiniz ki, ölkəmizdə nəhəng nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr həyata keçirilir və təsadüfi deyil ki, son illər istər şərq, qərb, orta dəhliz marşrutu üzrə əhəmiyyətli şəkildə biz yüklərin daşınmasının artırılmasının şahidiyik. Eyni zamanda şimal-cənub istiqaməti üzrə də xeyli əhəmiyyətli işlər görülüb. Bu
layihələr barədə biz danışarkən, burada biz istərsə Bakı, Tbilisi-Qars dəmir yol layihəsini qeyd edə bilərik. O istiqamətdə həyata keçirilən Azərbaycanın nəinki ölkə ərazisində, o cümlədən ölkə xaricində investisiyaların edilməsi və ötən ilin sonunda artıq Gürcüstan istiqamətində yolun yük aşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona kimi artırılması və bu layihənin həyata keçirilməsini ölkə ərazisində həyata keçirilən bir sıra nəhəng istiqamətlər barədə danışarkən Bakı ticarət limanı da bu həqiqədə xüsusi əhəmiyyətə malikdir. Bu kontekstdə danışarkən onu qeyd etmək istərdim ki, hələ 2019-cu ildə Avropa Dəniz Limanları Təşkilatının Eko-Port sertifikatı bizim Bakı Ticarət Limanına təqdim edilmişdir və məhz limanın fəaliyyəti, ekoloji cəhətdən standartlara cavab verilməsi, enerji sərfiyyətinin qənaətli işlənilməsi meyarlarına uyğunluğuna görə məhz yaşıl limanlar konsepsiyasına uyğun gəlmişdir və yaşıl limanlar konsepsiyası bu da ATƏT çərçivəsində həyata keçirilən layihələrdən biridir. Burada işlərimiz gedir. Hesab edirik ki, bir tərəfdən məhz bağlantılara xidmət edən bir istiqamətdir. Digər tərəfdən isə ölkəmizdə ətraf mühit, ekologiya, xüsusi yanaşmanı nəzərə alaraq və Bakı Ticarət Limanının bu sahədə də lider limanlar sırasında olması çox önəmlidir. Bununla paralel olaraq limanın özündə də siz bilirsiniz ki, ölkəmiz tərəfindən hal-hazırda yeni investisiyalar həyata keçirilir və yaxın illərdə limanın ötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona kimi artırılacaq. Hesab edirik ki, ümumilikdə bu həyata keçirilən layihələr həm nəinki ölkəmizdə geniş coğrafiyanı birləşdirən ərazilərdə nəqliyyat, logistika işinin daha da təkmil qurulması və həcmlərin artırılmasına xidmət edəcək. Təşəkkür edirəm. Bununla mətbuat konfransı öz işini yekunlaşdırır. Hörmətli media nümayəndələrindən iştiraka görə minnətdarlığımızı bildirmək istərdik. Çox sağ olun.